Kompüterin xarici yaddaşında ümumi nə qədər informasiya olduğu soruşulur və bizə C diski verilir. C diskində aşağısında belə bir məlumat yazılıb. Yəni 200 ümumi həcmdir, 102 isə boşalan hissədir. Free. Free boş deməkdir. Yəni 200 lokal diskin, C lokal diskinin ümumi həcmidir, 102 isə boşalan hissədir. 200-dən çıxırıq 102, alınır 98 GB. Deməli 98 GB C diskinin dolu olan hissəsidir. Yəni 98 GB informasiya var. D diskinə baxaq. D diskində isə 275 ümumi D diskinin həcmidir. 218 isə boş olan hissədir. Alınır 57. Deməli D diskində 57 GB informasiya var. Ümumi informasiyayı tapmaq üçün C və D diskində olan informasiya həcmlərini toplamalıyıq. Yəni 98-in üzərinə gəlirik 57, alınır 155. Cavab Y variantı.